Azərbaycan Texniki Universitetində ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr edilən idman yarışlarının bağlanış mərasimi keçirilib. Elm və Təhsil Nazirliyi ilə Sahə Həmkarlar İttifaqının birgə təşkil etdiyi bu kütləvi turnirin əsas məqsədi təhsil işçiləri arasında sağlam həyat tərzini təşviq etmək və komanda ruhunu gücləndirməkdir. Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzət Cəfərzadə layihənin əhəmiyyətini vurğulayaraq turnirin müəllimlər arasında sosial bağları möhkəmləndirdiyini bildirib və qalibləri təbrik edib. Sonda basketbol, voleybol, mini futbol, stolüstü tenis, dama və şahmat üzrə fərqlənən qaliblərə, həmçinin şəffaf idarəçiliyə görə hakimlər heyətinə mükafatlar təqdim olunub. Bakı şəhər üzrə təhsil işləri arasında keçirilən idmanın 5 növü üzrə yarışın bağlanışıdır. Digər bir idman yarışımız isə Respublika müəllimləri arasında keçirilən şahmat yarışıdır. Bugün hər iki yarışın biz qaliblərini burada təbrik etdik.